O əvvəlcə çox sakit tərzdə ABŞ-ın Moskvadakı səfirliyinin buraxılış məntəqəsinə yaxınlaşıb. Mədəni şəkildə mühafizəçilərlə salamlaşdıqdan sonra pencəyinin altından partlayıcı qurğunu çıxarıb və onların qarşısına tələb qoyub. Əgər məni içəri buraxmasanız, bu düyməni basmaqla hamınızı cəhənnəmə göndərəcəm. İlham Cəmiloğlu yazır ki, mühafizəçilər onu sakitləşdirmək istəsə də heç bir nəticə əldə olunmayıb. Yuri Viçenko sakit danışıq tərzindən aqressiv tona keçib. Mühafizəçilər dərhal məsələ ilə bağlı səfirliyin əməkdaşlarını məlumatlandırıblar. Səfirliyin ikinci katibi məsələyə aydınlıq gətirmək üçün Viçenko ilə görüşə çıxıb. Amma buraxılış məntəqəsində tərəflər qarşılıqlı anlaşmaya gələ bilməyiblər. Viçenkonun aqressiv hərəkətləri Amerikalılardan kifayət qədər ehtiyatlı olmağı tələb edib. Vəziyyəti az da olsa yumşaltmaq üçün Viçenkonu konsulun binasına dəvət ediblər. Ukraynanın Xerson şəhərinin sakini Viçenko ilk tələblərini irəli sürüb. O bildirib ki, yerli məmurlar onun instituta qəbul olunmasına əngəl törədiblər. Bu səbəbdən də o Amerikaya getmək, orada yaşamaq, təhsil almaq və işləmək arzusundadır. Ancaq heç dəqiqələr ötməmiş Viçenkonun tələbləri dəyişib. O səfirlik əməkdaşlarına xidməti avtomobillə onu hava limanına aparmağı, Amerikaya uçuşa hazır olan təyyarəyə minməyinin təmin edilməsini və $1 milyon pul tələb edib. Hər cümləsindən sonra partlayıcı qurğunun düyməsini göstərən Viçenkonun aqressivliyi hər dəqiqə artıb. Çıxılmaz vəziyyətdə qalan səfirlik əməkdaşları Dövlət Təhlükəsizlik Komitəsinə zəng vurmağa məcbur olublar. DTK sədri Yuri Andropov dərhal əməliyyat müşavirəsi keçirib. Ehtimal olunan terrorun qarşısının alınması Alfa qrupuna həvalə edilib. Qeyd edək ki, Andropovun təşəbbüsü ilə 1974-cü ildə yaradılan bu qrup ilk illərdə əsasən mühafizə işlərinə cəlb olunub. Sovet rəhbərlərinin ölkə daxili və xarici səfərlərdə, həmçinin xarici ölkələrin siyasi liderlərinin seriya səfərləri zamanı onları müşayiət ediblər. Bununla yanaşı, Alfa təyin olmuş yerlərdə siyasi məhbusların dəyişdirilməsi tədbirlərində də iştirak edib. ABŞ səfirliyinə terror törətmək istəyən şəxsin zərərsizləşdirilməsi isə Alfanın terrorçuluqla mübarizədə ilk tədbir olub. Beləliklə, Alfa qrupunun əməkdaşları hadisə yerinə yollanıb. Onlardan biri danışıqlara gedərkən özünü İçişləri Xarici İşlər Nazirliyinin əməkdaşı kimi təqdim edib. Birinci danışıq cəhdi heç bir nəticə verməyib. Alfa əməkdaşı söhbəti yumşaltdıqca, Viçenko daha da qəzəblənib və barmağını partlayıcı maddənin düyməsinə qoyub. İkinci dəfə danışıqlara hərbi libaslı Alfa əməkdaşları cəlb edilib. Bu cəhd xeyli davam edib. Hətta Viçenko onlara bir neçə şeir də söyləyib. Alfa şeir qiraətindən sonra qənaətə gəlib ki, Viçenkonun psixoloji durumunda problem var. Belələri danışmaq isə çətin olur. Yəni, normal düşüncəyə sahib olmayan şəxs həmin düyməni hər an basa bilər. Qısa məşvərətdən sonra xüsusi təyinatlar belə qərara gəliblər ki, bir nəfər Viçenko ilə söhbət aparsın, onu fikrini partlayıcıdan yayındırmağa çalışsın. Və digər bir xüsusi təyinatlı isə binanın damından kəndirlə düşərək pəncərədən onu silahla zərərsizləşdirsin. Ancaq psixoloji durumu problemli sayılan Viçenko bu hiləni anlayıb. Otağın elə yerində dayanıb ki, pəncərədən onu silahla vurmaq mümkünsüz olub. Bununla yanaşı Viçenko xüsusi təyinatlarla söhbətdən imtina etməyib. Bu söhbət isə nə az, nə çox, düz 3 saat davam edib. Viçenko sonda fikirlərini belə bildirib. Siz yaxşı oğlanlarsınız. Mən sizi öldürməyəcəyəm. Əlimdəkini partlatmayacağam. Amma bir şərtlə ki, mənim tələblərimi yerinə yetirəsiniz. Mən başqa cürdə hərəkət edə bilərəm. Tələblərim yerinə yetirildikdən sonra buraları yerlə yeksan edə bilərəm. Amma sizə görə bunu etməyəcəm. Çıxılmaz vəziyyətdə qalan xüsusi təyinatlar növbəti hansı addım atacaqlarını düşünmək üçün səfirliyin həyətindən növbəti dəfə müşavirə keçiriblər. Onlar pillələri enəndə Viçenkonun olduğu otaqdan partlayış səsi eşidilib. Qurğu təsadüf nəticəsindənmi? Yaxud ehtiyatsızlıq ucbatından işə düşüb? Bəlkə də Viçenko özü bilərəkdən bunu partladıb. Xoşbəxtlikdən 3 hissədən ibarət olan partlayıcı maddənin biri partlamayıb. Partlayış nəticəsində Viçenko yerindəcə həlak olub. Otaqdakı şkaf və digər avadanlıqlar isə yararsız hala düşüb. Sonrakı araşdırmalar nəticəsində məlum olub ki, Viçenkonun psixoloji durumunda kifayət qədər ciddi problemləri olub və o bir neçə dəfə psixiatriya xəstəxanasında müalicə olunub. Terrora cəhd etmək istəyən Viçenkonun zərərsizləşdirilməsində Alfanın heç bir rolu olmasa da, Amerika Səfirliyi Mərkəzi Komitəyə və Dövlət Təhlükəsizlik Komitəsinə uğurlu əməliyyata görə yazılı təşəkkür də göndərir.